Salam aleyküm əziz və hörmətli dostlar, xoş gördük. Umarım ki yaxşısınız. Biraz gec başladım, amma başladım yəni. Kitab ki oxuyuruq Hünər Cəngidir. Bu Çinli bir yazarın kitabıdır və Güney Azərbaycanlılar bu tür kitabları oxuyub bilməkləri yaxşıdır. Strateji o şeydir ki, biz onda təəssüflə çox dalıyıq. İllətdə budur ki, 100 ildir hakimiyyətdə olmamışıq və o şey ki, bir millətin millətçiliyi üçün lazımdır, onlardan uzaq qalmışıq. Onlardan da biri stratejiləri bilməkdir. Və biz mütəəssifanə stratejiləri bilmirik. Onun üçün bu kitabı seçmişəm, feylən bu farscanı oxuyaq, yavaş-yavaş türkcəyə də gələcəyik. Umarım ki, bundan sonra bir ayrı bir strateji kitabı oxuyacağım türk dilində ki, sadə yazılıbdır, onda daha gözəl türkcəyə yavaş-yavaş gələk. 132-ci səfənin son sətrində qaldıq. Dedik ki, əgər fəqət ba nəzəri müsaid və ləşkər nəzər şəvəd, əfrad həmanəndir. Ətfal sərxud mi şəvəd. Deyir, əgər biz ləşkərimiz ola, ordumuz ola, fikrin ki, elə Azərbaycan hərəkəti, milli hərəkət dediyimiz bir varlıqdır milli hərəkəti. Buna sadəcə müsbət nəzərindən və müsaid nəzərindən, yəni olur, yaxçıdır nəzərindən baxsaq, nə olar? Deyir ki, hamı bir uşaq kimi davranır. Bu ondan küsər, o bundan küsər, o mənim, bu cür şeyə girər. Və bu görürük, bizim milli hərəkətdə var. İstər istəməz, uşaq davası çoxdur. O mənə dedi, burnun yekədir, bu mənə dedi, eynəkin var, o mənə dedi, keçərsən, bu mənə dedi, tühlüsən. Beləsi bir davalara düşmüşük. Niyə? Deyir ki, başıboş ötürmüşük. Və bunlardan fayda götürmək olmaz. Yəni biz heç olmasa indi 500 dana yazarımız var ki, gündə yazı yazır. Heç olmasa milli hərəkət dediyimiz varlığın 500 yazarı var ki, gündə yazır. Yəni o biriləri demirik ki, hərdən yazırlar ya komment qoyurlar, onları demirik. Onlar için ciddi məsələlərdə, siyasi, ictimai, iqtisadi, çevrəsəl, ruhsal məsələlərimizdə yazı yazırlar, analiz edirlər. Heç olmasa 500 nəfərdir. Amma görün bu 500 nəfər gərək indi həm Azərbaycanda, həm türklər içində, həm də ki İran adlanan cəhli məmləkətdə insanların ağlını değiştirilmiş olaydılar. Amma niyə buraya yetişməmişik? Çünki sistematik hərəkət eləmirik. Çünki strateji düşünmürük, taşkişləri də düşünmürük, əsla mütəəssifanə gəlirik. Kiçik bir şeylərin içində batlaq, özümüz batlaq düzüldürük, özümüz də düşürük içinə. Və həmin dəlil tasa o, muhay xudra be unvanı müzazat çid. O fərmandeh ki var idi, özdə zahirən bilmirəm, zahirən ki bilmirəm. Bu adam özün cərimələrdi fərmandeh olaraq. Necə ki, orada da bilirsiniz, necə bu samurayilər o zaman ki, istəyərlər özləri mücazat eləyərlər, şərməndədirlər millətin yanında, ya millətdən difa eləyəmir. Japonun bir gözəl bir şeyi var. Onlar Allaha inanmırlar. Bizim o qədər ki, Allah adında bir varlığa inancımız var, Japonluların da o qədər imperatoru Allah bilirlər. Baxın bizlə olaraq, ha, niyə onlar Japon dəqiqən Nasiruddin Şah, şəhid Nasiruddin Şahla bir başlayıb islahatı, amma Japon gəldi bu günə çatdı, Azərbaycan müstəmirə oldu. Diqqət buyurun. İlləti budur ki, Azərbaycanlılar imperatoru Allah bilmirdilər. Allah kimi müqəddəs saymırdılar, onu yıxmağa çalışdılar. Farsların nəfinə. Amma Japonlular imperatoru Allah kimi bilirdilər. İttifaqən mən müqayisə eləmişəm özüm Midinin islahatı ilə Nasiruddin Şahı. Nasiruddin Şah yüzlər qat Mididən qabaqdadır. Amma Midi millətin tərəfindən Allah kimi sevildiğini üçün eləyə bildi hakimiyyəti saxlaya, Japonu qoruya və Japonu bugünkü dünya şeyini. Amma bizimki millət sevmədi. Millət imperatoru Nasiruddin Şahı Allah kimi bilmirdi. Düşdü 4 dana mollu Fars mollasının dalısına məşrutə hərəkatı dediyimiz hərəkətdə əvvələn bu hərəkəti şeylər düzəldiblər.
Türklər, Türk padişahları düzəltdi. Yəni məşrutə Türk səltənət ailəsinindir. Nəxşəsidir. İslahatdır bu. İnqilab deyil. Bu islahatın tayını Japonda da aparıblar. Amma Japonda millət şahının dalısında olub, bizdə biz türklər şahımızın dalısında olmamışıq. Onlar orada o bir rəsmiləri var Japonda. Haragiri deyirlər, bu televizyonda beləsi deyirlər. Mən bilmirəm bu indi nə cür tələffüz olur, onu bilmirəm. O zaman ki bir nəfər özün şərm-həya elədi. Gördü ki mən millətimdən difa eləyə bilməmişəm. Mən hakimiyyətimə və dövlətçiliyimə vəfadar qalıb ondan difa eləyəməmişəm. Mən əgər millətimdən, inancılarımızdan difa eləyəməmişəm, özünü öldürür. Qılıncla özünü öldürür. Bəzi məmləkətlərdə əgər o həddə olmasa ki, o adam özünü öldürsün, onda başının tükün qırxır. Hətta türklərdə də qədim başının tükünü uzatmaq savaş əlamətiymiş güya. Bu başın tükün kəssəydilər, ya börkün türklərdə məsələn börk məsələsi var idi. Hətta mənim eşitdiyimə görə məsələn bizim nənələr zamanında da birinin başından börkün götürsəydilər, böyük ihanət hesab olardı. Onun börkün götürmək, yəni onun şərəfini ayaq altına salmaq. O adam da ki özünü haragiri eləyir, Japonda özünü öldürür, ya bu adam ki Çindədir, başının tükünü kəsir. Yəni bu millətə deyir ki mən üzr istəyirəm və bu üzrü yanıncan daşıyır. Eşeğə bindirib tərsə dolandırmırlar. Özdə dövlət eləmir. Bunu adamlar içəridən deyir ki mənim milli hissim var, mənim milli duyğum var. Mən bu duyğuyla millətimə bağlıyam. Millətimə işi ki istəyirəm görə bilmədim, onu difa eləyə bilmədim, onun mənafeyini qoruya bilmədim, mənim ölmək haqqımdır. Amma İranda belə deyil ki, İranda adamlar hər nə, yəni Fars kültüründə böyüyən adam hər nə elir, biraz da hələ boşlu çıxadar adamı. deyir ki افراد فرماندهان قابل را در آن واحد هم دوست دارند و هم میترسند. Ordunun üzvləri qabil, ərzişli, qiymətli kumandaları, fərmandehləri həm sevərlər, həm qorxarlar. Həm ehtiram qoyarlar, həm də onun əmrindən itaət eləməməkdən qorxarlar. Bu bir dana bir zərif bir şeydir ki, gərək bu olsun. اگر من بدانم که لشکریانم قادر به کوبیدن دشمن هستند و در این حال ندانم که به کوبیدن وی لشکریانم قادر به کوبیدن وی نیستند احتمال پیروزی هم فقط 50% است. اگر biləm ki düşmən bir موقعیتdədir, bir durumdadır ki ona xəsarət vurmaq olar. Məsələn dedik Farslar Yaşıl hərəkatında tökülüblər xiyabana. Ərəblər tökülüblər xiyabana. Bəluçlar tökülüblər xiyabana. Lorlar, İsfahanda, Farsda, Şirazda, Farslar tökülüblər xiyabana. Bu zaman o zamandır ki bu zaman elə bir zamandır ki Fars dövlətini yıxmaq olar. Buna deyirlər o zaman, o çağ elə bir çağdır yox ki bilirik düşmən sədəmə gölər, zərər görən vaxtıdır. Amma eyni zamanda bilmirəm ki mənim ləşkərim, mənim adamlarım, türklər qadirdirlər bu işi görələr, ona sədmə vuralar, yıxalar ya yox. Belə bir adamın hətta meydana da girsə bu sayvar yəni ehtimal. Ehtimal ki bu adam düşməni yenə ya özü düşmən vasitəsilə yenilən. Deyir ki %50'dir. Pəs biz gərək əvvəl düşmənin zəiflik vaxtın və ha zaman buna zərbə vurmaq imkanımız çoxdur, onu bilək. Sonra da özümüzə hazırlayaq ki o zərbə vurulmaq vaxtının üçün zərbəni vuraq. Hello? Hi. May I call you later? Thank you. Çox bağışlayın.
چنانچه بدانم که دشمن میتواند مورد حمله قرار گیرد و لشکریان من نیز قادرند به وی حمله کنند، ولی توجه نداشته باشم که به علت وضع و رخساری زمین نبایستی حمله کنم، احتمال پیروزیم faqat 50% است. Deyir o zaman ki yenə də diqqət buyurun, buna da mühümdür. Deyir o zaman ki mən biləm düşmənim əgər həmlə eləsək, mənim adamlarım qadirdirlər düşmənə zərbə vuralar. Vəli bilməyəm ki yerin durumu nə cürdür? Coğrafiya nə cürdür? Şəhər nə cürdür? Hardan bunları, yəni onlar olan yerləri, onlar harda durublar, onları hardan yıxmalıyıq? Onda mən yenə də əgər həmlə eləsəm %50 ehtimal var müvəffəq olam. Yəni məsələ, indi biz məsələn Təbrizi misal vururam, o birisi şəhərlərdə idi bunu da. Hər şəhərdə bir də monitoring sistem var. Yəni şəhərdə bilirsiniz, hər çarrahda, serahda, dorahda, meydanda, bəzi saxtamanlarda dürbün qoyub dövlət. Bu dürbünlərin hamısı siminlə gediblər, vərsd olublar. Mən olan zaman ki Təbrizdəydim, Danışsara meydanında təbəqatı parkingin üst təbəqəsində monitoring mərkəzə. Orada yəni dövlət bu əmniyyəti sistemidir da, əmniyyət təşkilatı orada bir parking düzəldib 5 təbəqə, bir təbəqəsinin onun parking adı parkingidir, amma bir təbəqəsi əslində nədir? Monitoring sistemdir. Yəni şəhri oradan görür. Hangi xiyabanda nə olursa, tamam xiyabanı şəhri görür. İndi əgər biz həmlə eləyək və bilməyək orada o var, bir iş görənmərik. Çünki biz oranı almasaq şəhrin hər yerinə getsək, onlar bizi görəcəklər, adam göndərəcəklər qabağımıza. Amma biz oranı alsaq, biz onları görəcəyik, xarac edirlər, hardan gəlirlər. Diqqət buyurun, buna görə mühümmüdür ki, siz biləsiniz yerin üzündə ya o şəhərdə nələr var, düşmən nələr düşmənin əlindədir, düşmən nələrdən faydalana bilər və biz nələrdən faydalana bilər. به همین جهت هنگامی که خبرگان جنگ دست به عمل میزنند مرتکب اشتباه نمیشوند. Niye deyir ki bəzi stratejiler, xobregan yəni onlar ki təcrübələri, elmləri və ağılları şeydə çoxdur. Savaş təcrübələri, ağılları və elmləri, yəni təhsilatları şeydə çoxdur. Savaş məsələsində çoxdur. Şurayı xobregan rəhbəri də buna görədir ki, bunlar rəhbəri seçməkdə təcrübələri, savadları və ağılları çoxdur. İndi diqqət buyurun ki, savadları 700 il, 800 il bundan qabaqçı mollaların savadıdır. Rəhbər seçməkdə əslən təcrübələri yoxdur. Çünki rəhbər seçilməyib ki, deyəcəm, bir nəfər 10 dəfə rəhbər seçsə, bilə ki, rəhbəri nə cür seçərlər. Və ağılları da diqqət buyurun, ağıl da bu iki adamdan gəlir. Yəni təcrübədən və savaddan gəlir. Bunların da təcrübələri və savadları, nə təcrübələri var, nə işləyiblər, nə bel vurublar, nə mexanişlik eləyiblər, nə min eləyiblər. Bunların nə təcrübələri var ki, ağılları da ondan gələ. Ağılları 700 il kitabı ilə yaşatdıkları şeydir. Siğədən zatdan sonra bir şey bilmirlər. Özünü nə cür yuyacaqsa, nə cür quslu cənabət eləyirsən. Bundan sonra bir şey bilsələr, gəlin mənə deyin. Buyurun. Deyir ki, amma onlar işi cəngçilər, savaşda xubrədilər, bunlara təvəccüh elərlər. Və hengami ki əməl mikonən vəsailşən naməhduddur. O zaman da ki işə girirlər, əllərində olan imkanlar çoxdur. Naməhdudun türkçəsi uçsuz bucaqsız. Bizim Güney Azərbaycanda uçsuz bucaqsız əllərində imkan var. Bizim uçsuz bucaqsız imkanımız panfarsizmin qabağında nədir? Məsələn, İran polisi, ittilatı, bəsici və sipahpazlarını 400 min nəfər deyək, 500 min nəfər deyək. Təbriz şəhərində fəqət neçə 100 min nəfər yaşır. Cəlib budur ki, biz bir dənə fəqət misal Aşura Tasuanı vururam. Tasua və Aşurada yəni əvvəl 9-u deyərlər, sonra Tasua 9, Aşurada 10. 9 ilə 10-da Məhərrəmin bizim şəhərlərimizdə, şəhərlərimiz yəni Tehran da bunun içindədir, Qum da bunun içindədir, onlar ki türklər. Bunlarda iynə salmağa yer yoxdur. Yəni millət gəlib xiyabana, kişili, arvadlı, uşaqlı, böyüklü. Burada indi 1 milyon polis gəlsin. Bunları əlləri ilə bunu boğub öldürərlər. Bunları əslən cəmiyyətin içində bunları əsləhələrini tərp edə bilməzlər ki. Bəs bu iki şəhər bizimdir.
Xiyabanlar, küçələr bizimdir. Divarlar, pəncərələr, qapılar bizimdir. Bu üçün bu adamlar bizimdir. Bu bizim ən böyük gücümüzdür. Hangi pasıqah, kələntəri, bəsit, payqah, sipapasların mərkəzi var ki, bunun dövrəsi millətin əlində olmasın. Yolun bağlaya bilməsin. Maşınları qoyucuna tamam yolları bağla. Məsələn, Hafiz xiyabanı ilə Ərteşin arasını bunları. Maşınları xiyabanda park elə get. Onlar oradan çıxanmazlar. Təhcə bir ləşkər aşuradır şəhərdən eşikdə. Ki onun da yolları bəllidir hardan gələ bilərlər. Yollarını bağlasan şoxum elə. Traktoru götür, burduzeli götür, yolu qaz. O gələ bilməz şəhərə. Qutardı getdi. Yəni bu qədər. Bunlar bizim imkanatımızdır. Savaş imkanatıdır. Və biz savaşdıyıq. Ve həmin səbəbini qoyam, düşmən ra beşnasid. Bu dəlillə deyirik ki, düşməni tanıyın, düşməniniz kimdir? Hangi imkanatı əlindədir? Xodatan ra beşnasid, özünüzü də tanıyın, görün kimsiz və nə istəyirsiniz, hangi imkanatınız var o istəməyə. Ərz elədim, məsələn, bizim ən azı 500 dana gündəlik milli hərəkət haqqında, milli hərəkətin istəkləri, düşüncələri haqqında yazarımız var. Amma biz hala bu gücdən, potansiyel güc, bu gücdən İran rejiminin için dağıtmağı başarmamış. Bu bizim zəifimizdir. در این صورت پیروزیتان هیچگاه در معرض تهدید نخواهد بود. Əgər özünüzü də tanısaz, düşməni də tanısaz, sizin zəfərizə kölgə salmaq olmaz. Zəmin ra beşnasid, şəhərlərinizi tanıyın. Düşmən hardadır, onları da tanıyın. Şərait cəvdi ra beşnasid. Bilin ki, ha zaman çıxacaqsınız, hava istidir, günüzdür, qaranlıqdır. Məsələn, biz şəhərdə istirib çıxaq, ya gərək kamilən üz gözümüzü bağlayaq, əllərimizi əlcək giyaq. Dəstkeş yox, əlcək. Əlcək giyaq, üz gözümüzü də bağlayaq ki, kameralar görsələr, əks götürsələr, tanımasınlar. Ya da gərək gecə çıxaq, geri də əl gözümüzü bağlayaq. Çünki bunların ola bilər kameralarını bəzisi maduni qırmızı deyirlər. Yəni gecə qaranlıqda da götürə bilir əksi. O da şəraiti cəvvidir, o qaranlıqdır, işıqdır, yağışlıqdır, günlükdür, bunlar. Dərin surət piruziyyətən kamil xahid budur. Əgər kamil düşməni tanısaz, siz müzəffər olacaqsınız. Dostlar, 10-ci fəsli qutardıq, 11-ci fəslə 135-ci səfədən başlayırıq. Burada da yenə də 9 dana amildən danışacaqdır ki, bu piruzluq üçün bir savaşda lazımdır. Bu fəsli də ərz edeyim. Hududən 15 səfədir. 15 səfədir dəqiqən deyəm. 16 səfə. 16 səfədə bu fəslidir. Ənva-i nuhqani zəmin ya meydan nəbərd. Bu 11-ci fəslidə yerləri, şəhərləri böləcəyik ki, harada nə cür savaşarlar, yerlər nə cürdür, vəziyyət nə cürdür. O, hər vəziyyətdə nə cür biz savaşacağıq. Məsələn, Eynalı ilə Bazar, bunların ikisində düşməni, məsələn, ya bəsic ilə, ya polis ilə, ya paslarlarla üzbəyiz olmaq fərqlidir. Məsələn, o şeylərdən ki, biz coğrafiyadan və yaxları dedim, düşməni tanıyaq, budur ki, hər pasların, məsələn, ya Azərbaycan şərqi, ya Təbriz, misal Təbrizi götürək. Təbrizdə neçə paslar vardır? Məsələn, Ləşkər-i Aşurada, Bəsicdə, orada, burada, Niru-i İntizamini də qoyaq içinə, deyək, neçə şey vardır, neçə də ittilaatı vardır, bunları bilək. Deyək ki, məsələn, vardır da, hər neçə. Bunlar harada yaşırlar? Bunların əcəba özünün bir şəhəri vardır, bunlar Təbrizin şəhərindən eşikdədir. O yap-yaxçıdır. Yəni, biz bilirik ki, bunlar filan şəhər bunların şəhəridir. Bu şəhəri biz mühasir eləsək, bu şəhəri təhdid eləsək, onlar təslim olacaqlar. Amma əgər diqqət eləsək, görsək ki, yox, bunların şəhərçiləri yoxdur. Bunlar şəhərdə birinin, mənim qonşumdur, biri onun qonşusudur, biri... Tamam, bunlar bizim öz məhəlləmizin uşaqlarıdırlar. Bunlara kağız yatacaqsan, salacaqsan, evinə deyəcəksən ki, sən əgər Azərbaycan istəyinin tərəfində durmasan, sən bu məhəllədə yaşayatmarıq. Sənin özün və ailən və dədənənən bacı qardaşım tanırıq. Bizim yanımızda olmaq məcburiyyətindəsən. Çünki sən əgər bizim ailəmizi şəhərdə etiraza çıxır, xətərə salsan, biz də sənin ailəni xətərə sallıq. İndi ki, 20 min dana deyək ki,
Olmaz əlbəttə. Fikir eləmiş, Təbrizdə 5000 dana paslar və bəsici və şey yoxdur. Əmniyyəti, niro, polis yoxdur. 5000 dana olmaz. Ləşkər Aşuri ilə bahəma. Aşura ləşkəri ilə birlikdə bunları yıxsaq 5000 nəfər olmaz. Çünki Aşura ləşkərinin 1000 nəfər adam yoxdur. Qaldı qalanlar da, pastorlar da hesablayın ki, şəhərdə orada burada işləyirlər. Hamısı 5000 nəfər olmaz. Polisi ilə bahəm, ittilaatı ilə bərabər. Birlikdə 5000 nəfər olmaz. İndi bunların biz evlərini tanısaq, qutuldu onların işi. Getdik, indi son tüzü deyibdir ki, o ya kitabın yazarı deyibdir ki, 135-ci səhifədə. در ارتباط با استفاده از زمین یا میدان نبرد، زمین را ممکن است به زمین تفرقه، زمین مرزی، زمین کلیدی، زمین ارتباطی، زمین تقارب یا همگرایی، زمین جدی یا خطرناک، زمین دشوار، زمین محصور و زمین مرجبار طبقه bandi کرد. Görün yer savaş yerlərin 9 yerə böldü. Bu 2000 il bundan qabaq, daha 3000 il bundan qabaq deyirlər, bu kitab yazılıb. Deyir ki, bir dana yerdən ya o yer ki orada savaş gedəcək. Təbriz olsun, Eynalı dağ olsun, Babək qalası olsun, Tehran olsun, məsələn Ləşkər Aşuranın ətrafı olsun. Bunlar hər yer. Ya Qurtlar dərəsi olsun. Yəni dünənlərdə orada müsabiqə var idi ki, çox sevindim, dostlar getmişdilər ora. Deyir, belə bir yerin üzünə baxaraq, yerin durumuna baxaraq 9 yerə bölür. Birinin adı nə deyir? Adların sonra bir-bir deyəcək ki, bunlar nə mənası var? Deyir ki, təfrəqə yəni bölmək. Bir yer var ki, bölər sizi. İndi görək ki, nə deyəcək mənası? Bölücü, təfrəqə yəni bölücü. Bir də yer var ki, mərzidir. Türkiyə mərzi ilə bizim mərzimiz, Türklərin mərzi ilə Farsların mərzi, Türklərin mərzi ilə Şümallilərin mərzi. Mərzidə Türküdə çox sərhəd işlənir. Türkiyədə də sınır işlənir. Sınır bilirsiniz, bizim əsəblərimizə deyirlər. İnsanların əsəbinə də sınır deyirlər. Çünki burada bir şey geçir və təbadül ittilaat olur və orada ayrılır demək olar əslində. Bədən 2 yerə bölünür oranın hər sistemində. Kilidi yer, yəni ora mühüm yer, önəmli yer, kilidi. Kilid burada eyni elə bir haçardır ki, qapını açır. Biz buna açar deyirlər, biz haçar deyirik. Haçar deyirik. Türkiyədə açar ya şey deyirlər. İrtibatı. Bir dana yer ki, irtibat qurur, əlaqə qurur. Buraya ilə oranı. Körpülər məsələn. Məsələn deyirəm. Zəminə təqarub ya həmgərayı. Təqarub yəni bir-birinə yaxınladan yer. Ya həmgərayı bir-birinə bənzədir. İndi görək bunları nə məna eləyəcək? Bunlar termindirlər. Bunlar biz bildiyimiz mənada deyil. Bunlar bu elmin mənasındadır. Zəminə ciddi ya xətərnak yəni çox önəmli bir yer. Qorxmalı yer. Xətərnak farsçada yəni qorxmalı. Təhlükə kəlməsini işlədirlər. Təhlükə ərəbcədir. Onu işlədirlər. Fərq eləmir. Xətərnak da farsçadır. Zəminə döşvar çətin yer. Dağlıq, qumluq, şumlayan yer. Məsələn, bunlar çətindir. Zəminə məhsur. O yer ki, hesarlıdır. Məsələn, Təbriz hesarlı bir yerdir. Yəni, dövrəsi dağdır. Zəminə mərcbar. Elə bir yer ki, ora ölümcüldür. İndi bunları bir-bir desin, görək ki, bu termində bunların anlamı nədir? Şekl tənzimləşudə این فصل کم و کسری زیادی دارد. Bunu mütərcim yazıb hətmən ki, bunu əslən buradan ötürək gedək. Mütərcimin sözün pavərəqi deyirlər farsça. Aşağıda yazıbdır. Getdik 136-cı səhifəyə. Hengami ki hakim در سرزمین خود می جنگد در زمین تفرقه یا پراکندگی قرار دارد. Əgər siz Ukrayna indi öz topraklarında savaşır, Rusiyanın toprağına getməyibdir. Diqqət buyurun, bunu ki Ukrayna dedim, bir dana məsələni geçən günlərdə demişdim. Stratejist baxmaqla baxmamağı göstərəcəm sizə. Mən fikir edirdim bəlkə, diqqət buyurun ha. Mən fikir ittilatım azdır. Az olduğu üçün qələt təhlil verirəm. İndi görün qələt təhlil nə cür olubdur. Mənim fikrim bu idi ki, niyə Ukrayna öz topraklarında savaşır və bunun muşəki ola-ola, çiriki ola-ola, əskəri ola-ola bunları göndərmir, gedər Rusiyanın toprağında partlaqlar yarada. Məsələn,
terror eləyə fərmandehlərin heç olmasa Rusiyanın içində, şəhərlərində məsələn bərq mərkəzin, benzin mərkəzin, nə bilim internet mərkəzin falan bunları partladı, müxabirat mərkəzin partladı. Təyyarə benzinlərinin mərkəzin partladı məsələn. Və sonra da eşitdik ki, orada bir benzin mərkəzini vurublar, ambarı vurublar. Mən özüm çox sevindim. Amma sonra Türkiyədə bir stratejist danışırdı. Bir ittilaat verdi ki, mən gördüm ki, mən iştibah edirəm, çünki ittilatım azdır, stratejik iştibah edilmişəm. Nədir? Deyir ki, Rusiya ilə 5 dənə ayrı məmləkətin şeyi var, qərardadı var. Aralarında müqavilə, yazı var. Ki, əgər bizim bir hankımıza həmlə olsa torpağımıza, hər beşimiz də savaşa girəcək o dövlət, o millət ki, bizim torpağımızda bizlə savaşdı. Deyir ki, ehtimalən bu helikopter ki, gedib oranı vurubdu, Rusiyanı. Bu ehtimalən Rusiya özü vurubdu. Ehtimalən, məsələn, Belarus vurubdu. Ehtimalən bir ayrı məmləkət vurubdu. Amma niyə vurublar? Bu yeri partladıblar, neçə nəfər də öldürüblər. Buna görə ki, o birisi 5 dənə məmləkətə Rusiya desin ki, Ukrayna mənim toprağımda mənə həmlə elədi. Gəlin yalla savaşa. O 5 məmləkəti səs. Baxın, strateji bu qədər mühümdür. Mən ona görə deyirəm, dostlar ki, girirlər, bəzi təhlillər verirlər. O zamanacan ki, bizim ittilatımız kamil deyil, qələt təhlil veririk. Strateji budur. Rusiya əgər eləyə bilsə, orada 2-3 dənə inficar yaratsa və desə ki, bunları Ukraynalılar yaradıblar və Ukrayna girib mənim toprağıma, deyəcəkdir ki, mənim toprağıma girdiyi üçün gəlin mənə kömək. 5 dənə məmləkətin gücün, sərbazın, silahın, pulun, imkanatını alacaqdır, dalısına deyəcək savaşırım. Gəlin mənə köməklik edin. Bu da strateji. Yəni, baxın, Rusiya kimi bir böyük dövlət, Ukrayna kimi bir kiçik dövlət ilə savaşır. Yüzlər qat bunun əsləhəsi, topu, tancı, sərbazı çoxdur Rusiyanın. Amma indi İran, Suriyə, Çin bunlardan əlavə, bunları öz yanına çəkibdir. Bunlardan əlavə 5 dənə də ayrı məmləkətlə ki, İttihad-ı Cəmahiri Şurəvi dediyimiz dövlət yıxılandan sonra ayrılıblar, müstəqilli olublar, özünün bir müqabiləsi var. İstir bunları, yəni 8 dövlət, 9 dövlət, indi Belarus da özünün yanındadır. Özü də ki, savaşır bu 4-5 dövlət, 5 dənə də ayrı dövlət var. Onları da çəksin yana 10 dövlətə Ukrayna savaşsınlar. Strateji buna deyirlər. Yəni siz düşmənizi, baxmayın ki, gücünüz çoxdur. Baxın ki, bu gücdən çox zərbə də görə bilərsiniz. Pəs neyiniyin? Ayrı adamları da bu savaşa şərik eləyin ki, məsələn, qərarda 10 nəfər ölsün, hər məmləkətdən 1 nəfər ölər. Amma tək sən savaşa girsən, 10 nəfər səndən ölər. Qərarda 10 min tümən burada xərclənir. Bir var ki, hər məmləkət 1000 tümən xərcləyə, bir var ki, sən fəqət 10 min tümən xərcləyəsən. Biz Azərbaycanda bu cür baxmalıyıq. Məsələn, biz Kürdləri, Şimaliləri, Lorları, Bəluçları, Türkəmənləri, Qəşqailəri, nə bilim, Ərəbləri hamısını atmamalıyıq kənara. Biz bunların hamısını Farsın ziddinə, eyni halda Farsı da bölməli yox. Yaşıldır, bu filancıdır, bu bəhmancıdır, bölək, onları bir-birinin ziddinə salaq. Onların ixtilafların yekəllaq yazılarımızda salaq bir-birinin canına. Pəs əgər hengami ki, o zaman ki, öz toprağında bir millət, bir ayrı dövlətlə savaşır, Ukrayna, Rusiya ilə öz Ukraynanın toprağında savaşır, der zəmin təfrəqi ya pərakəndəci qərar alır. O yerdədir ki, orada ayrıla bilər. Çünki düşmən girib, əmələm girib bura, bölə bilər, ayıra bilər. Hətta içəridə olan, məsələn, 2 dənə iyalət ki vardı Rusiya, onlar dövlət olaraq rəsmiyyətə tanıyıbdır. Onlar belə Ukrayna əleyhinə inqilab eləyə bilərlər, bölə bilərlər. Yəni içəridə o Farsda sütuni pəncum, casuslar, filanlar, bəhmanlar, bunlar o işi görə bilərlər. Pəs bu mühümmüdür ki, qoymayaq, düşmən bizim toprağımıza gəlir. Çünki bu xətər böyükdür. Xətər böyükdür. Biri bu. در این قسم زمین افسران و افراد عجله دارند به خانه و کاشانه خود که در نزدیک میدان نبرد است بازگردند. Çünki evləri yaxındır, hamı istəyir ki, gecə ya savaş tez gedim mən öz evimə. Savaşçılar istəyirlər qeydələr evlərinə, əhliyarların yanına. Ürəkləri darıxıbdır uşağına, arvadına, ərinə, nə bilim bunlara darıxıbdır, qeydir istəyir ora geçsin. Görün, baxın, pərakəndəki həm topraqda, həm də əsən rəvani cəhətdən adamlar istəyir geçsin evlərinə. Deyir ki, axşam dönüm evimə. Qoy postum burada qutarsın, mən indi 2 saat burada, ya 5 saat, 8 saat post durmalıyam, qeydim, qaçım evimə, gedim bir əhliyarımın yanında yatım. Bir şam yiyeyim, bir ət yiyeyim, bir filan yiyeyim. Bu özü də rəvani cəhətdən görürsünüz nə qədər bizə təsir qoyar.
İttifaqən o zaman ki biz Güney Azərbaycanda xiyabana çıxanda dostlarımıza deyirik ki, evə qeyitməyin, gecələri də qalın orada, yatın oturun qalın orada. Çünki bu bir dənə mərizçilik də hamıda vardı, sizdə yoxdur, məndə yoxdur, hamıda vardı. Biz yoruluruq, yuxumuz gəlir, acalırıq, deyirik ki, evdə yat, mübarizə yatdı. Amma əgər otursaq və evə zəh vursaq ki, xanım, ağa, bacı, qardaş, dədə, nənə, uşaq, mənə yemək gətir. Onlar da gəlib bizim səhvimizə qoşulurlar. 100 nəfərlə başlamışıq, bir həftədən sonra burada 1 milyon adam olar şəhərin içində. Bunları biz bilməliyik. Hengami ki leşker اندکی در سرزمین دشمن نفوذ میکند اندکی در زمین مرزی ve sərhəd qərar tutur. O zaman ki düşmənin öz torpaqlarını keçdi o birisinin torpağına, amma çox getməyibdi ki o torpağı çox ala. Biraz geçibdi. Ukrayna Rusiyanın indi savaşı kimi. Nəxşiyə baxsaq görərsiniz ki, dövrə-dövr təqribən deyə bilirəm ki, heç olmasa 3 tərəfi Ukraynanın Ruslar geçiblər Ukraynanın içinə. Buna mərzi deyirlər. Sərhəd, sınır savaş yeri. زمینی که برای هر دو طرف به یک اندازه مساعد است زمین کلیدی خوانده میشه. اگر bir yer ola ki, iki dana düşman gəliblər ora, onların hər ikisinə də müsaitdir. Əlvericidir. Müsait əlverici. Əgər hər iki müsait ərəbcə sözdür. Əgər əlvericidir hər iki tərəfə də, yəni hər iki tərəfində orada olmaqları xeyirlərinə ola bilər. Burada nədir? Deyir, buranın adı kilididir. Kilit torpaq, önemli torpaq. Bəs kilidi orada yetişmən dedim. Zemini ki برای طرفین قابل وصول است. Zemini irtibat namı. Bir dana bir yerdir ki ora hər iki tərəf hangisi güclü olsa oranı rahat eləyə bilər alsın. Ya hangisi tez gəlsə rahat eləyə bilər alsın. Buna torpağın adı qabil vusuldur. Almaq imkanı çoxdur. Toma adında bir yazar deyibdir ki məqsud zemini است مسطح vəsi ki rəfd amət در آن mümkün است. Bir dana düz, dağsız, dərəsiz yerdir və geniş, müsəttəh, yəni düz, geniş, vəsi, yəni geniş. Həm müsəttəh, həm vəsi ikisi də ərəbcədir. Ki, orada gəl-get rahatdır, əlvericidir, mümkündür. Çünki düşməni uzaqdan görərsiniz orada. Bir dana borc qoysaz orada, bir dana kulə düzətsəz, bir kulə düzətsəz orada, siz onu görəcəksiniz. Düşmən hardan gəlir, hardan gelir. Və برای دست زدن به کارزار و ایجاد مبانی مستحکم مساحت کافی دارد. Siz orada istəyirsiniz ki, savaşasınız, karzar savaşmaq. Savaşmaq üçün və ha belə orada istəyirsiniz ki, düşmənin gəlmağının qabağını almaq üçün manelər, mane ərəbcədir, türkçəsi sədd. Sədd yaradasınız. Deyir ki, burada imkan çoxdur, torpaq, daş, filan, bəhman çoxdur. Hengami ki dövləti از جانب سه دولت دیگر محدود و محصور است. O zaman ki bir dövlət Güney Azərbaycan 3 tərəfdən tutulubdur, məhsur hesarlanıbdır, məhdud tutulubdur, ya hədlənibdir, yəni deyək ki bəllənibdir, gərək bunu deyək bəllənibdir, bəlli olubdur. Bəlli yəni farsçası nə olur bəlli? Məhdud bəlli olacaq bizim üçün. Yəni bəlli bir yer, mən məhdud bir yer. Bəlli olursa sərzemin این dövlət زمین təqarub ya həmgərayı است. Bu dövlətin torpaqları təqarub, yaxınlıq. Təqarub qurb kəlməsindən, yaxın ərəbcə. Yaxınlıq və ya həmgərayı. Gəndə bir-birinə gərayış tapmaq, yəni bir-birinə təmayül tapmaq. Bir-birinə yaxındırlar. İndi diqqət buyurun, Güney Azərbaycan, bir tərəfində Türkiyə var. Kürtlər var. Gedir o tərəfə Lorlar var. Gedir o tərəfə Farslar var. Gedir o tərəfə Mazənilər var. Ciləşlər var. Ermənilər var, Kuzey Azərbaycan Türk Cumhuriyyəti var. Yəni, Güney Azərbaycan Türk Cumhuriyyəti dediyimiz millət və dövlətin dövrəsində bunlar var. Buna deyir, nə mənədir?
üç tərəfdən deyil, biz çox tərəfdən, hər tərəfdən. Çünki bizim dövrəmizdə dəniz yoxdur. Dərya yoxdur, dəniz, dərya yoxdur ki, buradan şey olsun. Açıq olaq ayrı yerə. Dövrəmiz torpaqdır. Bura nə deyir? Pəs burada dedi ki, təqarub, yaxınlaşmaq. Qonşu, mən buna qonşuluq deyərəm, daha yaxşı olar. Yəni biz bunu türkçəyə çevirsək, yaxşı qonşuluq torpaqları. کسی که بر این زمین زودتر از دیگران مسلط شود از حمایت امپراتوری برخوردار می شود. Bir hangi dövlət ki bu torpaqlara, mən indi bir arada misal vurum, buna bizim gözəldir. Mən dəfələrcə demişəm, Gürcünas TV-də də gətirdik, farslar danışdılar, dedilər ki, Fars adında bir millət yoxdur. Bir dövlət də olmayıbdır, bir torpaq da yoxdur Fars adına. İndi sabahları İranda dövlət, müstəqil dövlətlər, cumhuriyyələr ortaya çıxır ki, bunların heç olmasa biri Güney Azərbaycan Türk Cumhuriyyətidir, biri Qəşqai Türk Cumhuriyyətidir, biri də Güney Türkçəmən Türk Cumhuriyyətidir. Ya Güney Türkçəmən Cumhuriyyətidir. Bu cumhuriyyətlər çıxdılar indi ortaya. Bunlar o yerləri ki, bunların yaxınlığındadır və sahibi yoxdur. Yəni, Farslar indi yaşırlar, amma Farslar bunların sahibi deyil. Çünki Farslar nə millətdirlər, nə torpaqları var. Hər kəs buranı alsa, bu cümlədə bunu deyir. Kəsi ki, bərin zəmin zudtər az digəran musəlləş şəvəd, o yerlərə hər kəs, hangi tərəf, məsələn, deyək, Kürdlər də var orada, Lorlar da var orada, Ərəblər də var orada, Bəluçlar da var orada. Bunlar hangisi o yerlərə tez əl tapsa, torpaq onundur. Burada deyir ki, himayət imperatori bərxordar است. Niyə imperatori deyir? Dövlət, diqqət buyurun. Buna görə ki, dünənləri dostların da biri soruşmuşdu, mən cavab yazmışam, onu yayacağım bu günləri. Baxın, imperatorluqda bir dana güclü dövlət var. Məsələn, deyək ki, Qacar dövləti, ya istir qurula. Bu bir yerdə başlayır hərəkətə. Sonra qonşu torpaqları bir-bir ara gedir, çıxır məsələn Gürcüstana, oradan gedir, çıxır məsələn Şimalda məsələn çıxır gedir Türkmənistana məsələn deyək. Bilmirəm haracan gedir, ona görə deyirəm. Tacikistana, fulana məsələn. Bu tərəfdə gedir Əfqanistan, Pakistan ki o zaman Hindistan idi. O zaman Pakistan, Əfqanistan yox idi. O zaman bunlar hamısı Hindistanın üstündə idi. Hindistan Qacarla qonşu idi. İndisinə baxmayın, bir Pakistan var. Beləsi görməyin nəxşəni. O zaman belə idi. İndi bu əvvəl məsələn deyək ki, Səfəvini misal olsaq, ya Qacarı misal, əvvəl özü Ərdəbildən başlayır, sonra gəlir məsələn gedir Ermənistana. Məsələn deyirəm, Ermənistanı alır, gedir Gürcüstanı alır, gedir məsələn nə bilim Ərzurumu alır, gedir məsələn deyək bu tərəfdən Ərəbistanı alır, gedir bu tərəfdən Bəluçistanı alır, gedir bu tərəfdən Xorasanı alır. Xorasan dediyimiz indiki neçə məmləkəti içinə alır. O cümlədən bugünkü Əfqanistan birazı onun içindədir, Tacikistan onun içindədir, nə bilim, bunlar neçə məmləkət onun içindədir. Gedir bunları alır. Amma bunların dövlətlikləri yerində qalır. Yəni bunlara deyir ki, sən orada dövlətin olsun, sənin də dövlətin olsun. Nəhayəti budur ki, bəzi yerlərdə ki, oranın şahı təslim olmuş, şahını öldürəndən sonra, ya ailəsini öldürəndən sonra, əgər ailədən biri qalsa desə ki, mən qəbul edirəm sizin fərmayişi, qəbul edirəm sizin mütiyizəm, əmriz, mən sizin toprağında fəqət hakiməm. Əmir sənindir. Amma mən hakiməm burada. İndi bunlar qalırlar özlə yerlərində. Ya da ki, dövlət, mərkəzi dövlət, məsələn, deyək ki, Ağa Məhəmməd xan bir dana buradan adam göndərir, öz famililərindən tanıdıqları fərmandaşlardan birini göndərir, deyir ki, sən Ermənistanın hakimi ol, sən də get ki, Azərbaycanın hakimi ol, sən də get ki, məsələn, Ərzurumun hakimi ol, sən də beləsi atıram. Yəni, mən dəqiq coğrafiya zehnimdə deyil ki, Hazaman adlı, tarixçi də deyiləm, onun üçün. Onlar orada bir-birləri ilə savaşsalar, məsələn, bir də görsən ki, məsələn, deyək, Azərbaycandakı hakim deyir ki, Qacar şahına deyir ki, namə yazır ki, qurban, mənə icazə verin Ermənistanda məsələn filan olubdur, gedim oranı alım. Ya Gürcüstandan məsələn gedim filan yeri alım. Burada deyir, hangisi ora girsə alsa, o imperator ondan himayət edilir. Çünki bunların ikisinin qabağını almır. Demir ki, bunlar şeydir. İkisi də bunun əlinin altındadır. Pəs bu da o mənsurda.
Hengami ki ləşkər əmiqən dərzəmini düşmən nüfuz konur. Əmiqən yəni dərin keçə düşmənin içinə. Çox keçə. 1 kilometr, 2 kilometr, 10 kilometr yox. Bəlkə gələ bir məmləkətin yarınacan, 4-dən birinə can gələ heç olmasa. Deyir ki, əgər o qədər düşmənin torpağına girə biləsiniz. Məsələn, indi Rusiya Ukrayna o qədər girə bilməyibdi. Və پشت سرش شهرها و مدینه‌های بسیاری از دشمن قرار داشته باشد. Və arxasında, yəni girib torpağın dalısına, düşmənin şəhərlərinə girmişuq. Amma bir çox şəhərlər və Mədinə yenə şəhərdir. Amma mən qabaqcıl demişəm ki, Fars ədəbiyyatında şəhər ilə Mədinənin mənasını qatışdırıblar. Mədinə şəhər deyil. Mədinə iskan mərkəzidir, sükunət mərkəzidir, sükunətgahdır. Kənd Mədinədir. İki dana şeyin qabağındadır. Farslar bunu qələt məna ediblər. Bir köçəridir, oba, köçəri. Bir də palçıqdan, daşdan, ağacdan, bir şeydən ev tikmaqdır. Bu sabitdir. İlin başa-başın burada qalır, o birisi köçür. Mədəniyyət, Mədinə və mədəniyyət buradan çıxır. Əlbəttə, mən mədəniyyətdən bir ayrı mənam var, ayrı düşüncəm var. O da budur ki, mədəniyyət hər o şey ki, biz taza düzəldirik. Bu ola bilər qanun ola yazaq düzəldirik, məclis ola düzəldirik, paltar ola taza bir paltar, taza bir başmaq, taza bir vəsilə düzəldirik. Bunlar mədəniyyətə girirlər. İndi oba bilirik ki, mədəniyyətin mərkəzidir. Çünki, məsələn, burada savaş keçmişləri gedir, atları əhli elirlər, evcil elirlər. Əhli, evcil. Evcil elirlər atları. Buna yəhər düzəldirlər, minirlər, üzənci düzəldirlər buna. Bunlar mədəniyyətin şeyidir. Yəni birdən həm atı tutub, həm buna evcil edib, həm buna yəhər düzəldib, həm buna üzənci düzəltməyiblər ki, minəndə, həm də buna nöqta düzəltməyiblər ki, ağzına qoyalar bunu məsələn kontrol üçün. Yox, bunlar zaman içində mədəniyyət tərəqqi edibdir. Hərdən biri düzəlib. Neçə yüz il aralarında bəlkə aralıq var. Bu, istədim fəqət deyəm ki, mədəniyyətlə şəhər İranda qələt mənidir. Mədəniyyət, kətlər, Qəradağın o dalı qalmış kəndi ki, hər kəsin nəzərinə deyirlər, ha, dalı qalıbdır. O kət mədəniyyətin beşiyidir. Çünki mədəniyyət oradan başlar. Şəhər oranın genişməsindən vücuda gələr, doğular. Yəni bir kəndin dövrəsi, məsələn, fikirləyin ki, hangi şəhər edirsiniz? Təbrizi, məsələn, 50 il bundan qabaq Təbriz tıqqılı bir yer idi. Mən özüm o zaman gəldim bura, Təbrizi yarım gündə tamam məhəllələrin dolanmaq olardı. Yəni çox böyük bir şəhər deyildi. Aralarında da bağ idi. Yəni 12-dən 13 dənə məhəllə idi. Orada burada Əmirəqız, nə bilim, Əhrab, Bahar, Bahar da çoxdur, Höhmə var, Qarağac, nə bilim, bu düzü Taliqani, o zaman Şah xiyabanı deyirdilər, Şah zamanı. Məsələn, fikir edin ki, bunlardan ibarət idi. Görürsünüz, bunların dövrəsinə insanlar o birisi kətlərdən köçdülər, gəldə bu kənd oldu yekən. İndi məsələn, hər kəndə baxsınız, görürsünüz ki, zaman içində öz olub şəhər. Mədəniyyət, yəni o. Farslar bunu bizə yanlış məna ediblər və biz yanlış sürüblər bizi bu vadidə. Əgər əmiqən düşmənin torpağına girəsiniz və sizin arxazda, yəni işğal eləmişsiniz, gəlmişsiniz qabağa, siz işğal elədiyiniz yerdə şəhərlər var. Mədinə və şəhər ikisi də bir şeydir, amma şəhər farscadır, Mədinə ərəbcədir. Besiyar az düşmən qərar düşür. Düşmənin çoxlu şəhərləri sizin arxazda işğal eləmişsiniz. Zəmini ciddi ya xətərnaş. Bura ciddi ya xətərnaş yerdir. Niyə? Hələ ki, kamil düşməni aradan apıra bilməmişsiniz. Bəlkə buranın milləti qarxa gələr sizin əlinizdən alar. Məsələn, Ermənistan əgər iştibah eləməsəm, Rusiya qoşulur Abbas Mirza dövrəsində və Naxçıvan gedir bunları alır məsələn. Yəni Rusiya Naxçıvanı da almışdı, Azərbaycanı da bir tədar almışdı, Ermənistanı da. Amma burada Rusiya Naxçıvan gedir onları alır, məsələn bəzi yerləri alır. Çünki düzdür düşmən işğal edib, amma bunlar hələ feylən türkdülər, türk hakimiyyətinin işğalında qalmaq istəyirlər. İrancı deyirlər, diqqət buyurun, o zaman İran yoxdur, o zaman türkdür, türk dövləti var və bunlar türk dövlətinə işləyirlər. İran dövlətinə yox, əslən bu söz tarixdəki yazıblar yalandır. O məqtədə bir dənə siyasi, vahid siyasi İran adında yoxdur. Bir varlıq ki, adı İranlı yoxdur. Məmalik-i Məhrusi, Qacar hakimiyyət də türk. Bunlar da türk imperatorluğunun adamlarıdırlar orada. Tamam. Getdik dostlar 137-ci səhifəyə. Tasso adında bir general ya stratejist deyibdi ki,
Əzin zəmin bazgəşdən duşvar است. Belə bir yeri ki, düşməndən almısınız, gəlmişsiniz, qeyd etmək çox zordur. Görək niyə? Bəlkə bunu tozih verəcəkdir. Hələ feylən ki, mən bir tozih görmürəm buna görə. هنگامی که لشکر از کوهها و جنگلها و مناطق ناهموار عبور کند و در طنجه و باطلاقها و مردابها و اماکنی که نفوذ در آنها دشوار است پیشروی نماید در زمین دشوار قرار دارد. Deyəcək biz ordumuz, ləşkər yəni ordu. Bunu bir dəfə bilək. Əlbəttə İranda yenə ləşkərin mənası məhduddur. Məhduda nə dedik? Hesarlı da deyə bilirik bunu deyim. Hesarlı da deyə bilirik. Amma dedik ki bəllidir. Ləşkər bəllidir. Məsələn deyirlər 10.000 nəfər bir ləşkərdir. Ordu kolli o müsəlləh güclərdilər ki dövlətin əmrində aslında işdir. Ləşkərlə bunun fərqi var. Hətta İranda buna farsçada ərteş deyiblər. Məsələn bir dənə ərteşin 50 dənə ləşkəri ola bilər. İndi deyir əgər ordu dağlardan, meşələrdən, meşə cəngəldir farsçası. Meşələrdən, dağlardan nahəmvar yəni düz olmayan yer. Deyək təpəlik yerlərdən keçələr. Ya təncə dedik ki, nədir? Suda olsa boğaz deyirik, quruluqda olsa buna deyirik ki, dərə məsələn. Ya gədik, gərdəni, gədik. Batlaq. Batlaqla bataqlıq fərqi var. Batlaq o yerdir ki, siz ora girsəz, çıxmağı çətindir. İlla ki, sizi çəkələr çıxadalar. Çünki tərpəşdikcə gedə bilərsiniz aşağıya. Tərpəşməsəz də gedərsiniz aşağıya, amma tərpəşdikcə çox gedərsiniz aşağıya. Çünki çəkər aparar aşağıya. Bu batlaqdır. Bataqlıq oradır ki, məsələn, düyü əkilən yerlər bataqlıqdır. Niyə? Ora su veriblər, torpaq da yumuşaqdır. Bir yerəcən batırsınız ora. Amma daha getmirsiniz. İçəriyə girib torpağın içində dəfn olunur orada. Amma batlaqda mütləqa insan ya bəzi heyvanlar düşsələr dəfn olarlar. Əlbəttə o da yerə bağlıdır da, bu cür də deyək ki, hər yer büzür olsun. Mümkündür məsələn dizəcən batasın da ondan sonra torpaq bərşiyə batmayasan. Məsələn qəmişliklər belə bir şey ola bilər. Mordabha biz qəmişlik deyirik mordaba. Ölü torpaq farslar deyirlər, ölü torpaq. Biz qəmişlik ölü torpaq deyil. Mordab deyil, qəmişlikdir, diridir. Orada yüzlər cürə heyvan var. Həm suyun içində heyvanlar var, həm də o qəmişlər özləri canlı bir mövcuddular, varlıqlar. Heyvan deyirlər, amma varlıqdılar. Əmakin ki, nüfuz der onha duşvar است. Ya o cür bir yerlər, şəhərlər ki, onlara girmək çətindir. Nüfuz yəni girmək. Məsələn, Tərsəsin misal vurum. Biz niyə tərlirik dostlar? Çünki bədənimiz zahirən baxanda bizim dəlik deyil ki. Bədənimiz dəlik deyil. Amma tərliyəndə bilirik ki, burada bir dəliklər var bədənimizin başında. Ki, çox çıqqılıdırlar. Məmuli vaxtda biz gözümüzlə görmürük. Amma hava o qədər sərin ola və biz o qədər hərəkətli olaq ki, bədənimizin içindəki isti çox ola. İstiyə özün sərinlədə onlar açılırlar. İçimizdəki isti vurur. O üzümüzdəki, bədənimizdəki olan kiçik dəliklər açılırlar və onların içindən su çıxır eşiyə ki, bizim bədənimizi soyusun. Koler kimi, bədənin koleridir o. Yəni hər kəsin bədəni soyumursa, görərsən gecə bizim bir famil var idi. Yazıq yatanda gecə ayaqlarını dayardı divara ki, ayaqları soyusun. Niyə? Çünki bunun ayağı tərləmir. Amma mənim ayağım məsələn 24 saat tərlər, ehtiyacı yoxdur. Çox da açıq qoysam altın soyuq dəyər. Çünki indi bir yolda tərlir axı. Tərli olduğu üçün də soyuq dəyir. Bilmədim ki, bunu niyə dedim. Yadımdan çıxdı. Qocalıq yavaş-yavaş gəlir də dostlar. زمینی که از راه دهانه‌ای بدان راه می‌یابند. Bir dənə yerdir ki, onun girişi dardır. Dəhanə, ağzı, girəcağı dardır. Qabaqda məsələn gəlirsiniz bir dənə dərədir. Dərədən gəlirsiniz birdən çıxır bir dənə düzlüğa. Nədir bunu təsəvvür eləyin bunu? Fikrin ki bir dənə çay axır, gedir, torpağın içində bu dar yerdədir da. Gedir birdən çıxır suya.
Bu cür dərya məsələn o sudur da. İndi məsələn yaxşı Acı çayı axır, çıxır torpağın içindədir, ona dardır. Gedir birdən çıxır Urmu gölünə. Yekə bir yerdir, düzlük. Su da düz olar da bilirsiniz bunu. Deyir ki, əgər bir ağızdan dar bir yerdən girəsiz bir yekə bir yerə və az təriqə porpiçixəm az an xaric şəvid və o yekə yerin o tərəfindən bir yenə də əyri buyru bir piçixəm əyri buyru bir yolla oradan çıxasız eşiyə در زمین دشوار قرار دارد. Burada deyir nə mənadır? Pişrəvi gedəsiz, qabağa gedəsiz, pişrəvi yəni qabağa gedəsiz. Bu çətin yer buna deyir. Dar düdükdən gəlirsiniz, biraz açılır yer, yenə girirsiniz dar düdüyü ilə gedirsiniz. Yerlər belə bir yer çoxdur. Dünyada bizim Azərbaycan, Güney Azərbaycanımızda da var. Məsələn, əgər səhv eləməsəm Eynalı dağında bu cür bir yeri görə bilərsiniz. Dərə ilə gəlirsiniz, çıxırsınız, birdən genişliyə çıxırsınız. Məsələn, indi ora Erəm deyirlər, fikir edirəm. Erəmə çıxırsınız məsələn. Üstdən gəlirsiniz, çıxırsınız, dərə ilə gəlirsiniz, o bulağın altı ilə gəlirsiniz, aşağıda çıxırsınız ora. Ya məsələn, bulağın yanından çıxırsınız, yenə də üstdə təpənin başı düzlükdür. Yenə o tərəfdən yenəndə dərələrlə, qədim əlbəttə indi yol çəkiblər, maşınla falanla gedirlər adamlar. Amma o zaman məsələn nə idi? Yenə də görürsünüz ki, dağla, daşla yeriyirik, gəlir. Bu da elə həman yollardan bir misaldır. Zəmini ki, üzr istəyirəm, Toma adlı biri də deyibdir ki, dərin zəmin kəminkərdən asandır. Bu yerdə kəmin eləmək, yəni gizlənmək dostlar, tələ qurmaq. Tələ qurmaq, gizlənmək, pusuya oturmaq, Türkiyədə pusu deyirlər. Pusuya oturmaq ya pusu qurmaq rahatdır. Niyə? Və xətər məğlub şudan der fəzai kəm vücud dörər. Deyir, orada siz çox ehtimalı azdır ki, yeniləsiz, yəni şikəst yiyəsiz, məğlub olasınız. Bəlkə məmulən udarsınız, yenərsiniz, tərəfi şikəst verərsiniz, yenmək, şikəst vermək. Çünki bu cür bir yer ki, dar düdükdür, qabaqdan çıxacaq bir yerə, hamının umudu var ki, oradan gedib çıxacaq doğru bir açıq bir yerə. Orada siz daha üstdə də olsa bunları daşla vura bilərsiniz. Qabaqda da iki səngər qoyursunuz, oradan gedib gəlmək olmaz. Buna boğaz deyirlər Türkiyədə, bəzi yerlərdə. Tarixdə də Dağıstanların neçə dəfə demişəm, Həzrəti Məhəmmədin Ohud ya Bədr savaşı buradan belə bir şeydir. Bədrdir fikirəm, belə bir savaşdır. زمینی که در آن فرد با دست زدن به نبردی شدید که از ناامیدی مایه میگیرد میتوان زنده ماند زمین مرگبار است. Deyir, əgər bir yerdəsiz ki, misalın yenə bunu Alparslan, ya bilmirəm hangisi, bəlkə də Alparslan, əgər iştibah eləməsən, qatışdırmışam. Gedir Portugal işğal eləsin. İspaniyanı üstəm, gedir İspaniyanı işğal eləsin. Diqqət buyurun görün, bu yer budur. Deyir ki, gəmilərdən düşür, deyir gəmiləri yandırır. Yandırırlar, deyir qabaq, düşmən, dalı, su. Qabağa geçsə düşməni öldürəcək, dalıya otursa su öldürəcək. Pəs savaşın, öldürün. Savaşın, yenin, şikəst verin. İndi bu, o torpağa nə deyir? O cür bir torpağa deyir ki, misalın vurduq. Zəmin ilkədən fəqət ba dəstədən bir nəbər deyir, şədid. Bir dənə torpaq deyirsiz, orada çox ağır savaşacaq. Şədid, yəni ağır. Ağır savaşacaqsınız. Və bu savaşmaq ümidsizlikdandır. Yəni, ümidiniz yoxdur, diri qalasınız. Təhcə ümidiniz budur ki, savaşım, öldürüm ki, diri qalın. Biz indi Farsla bu vəziyyətdir. Dəqiqən bu vəziyyət. Bizim ümidimiz yoxdur, diri qalaq. İlla ki, ölüm qalım savaşında öldürəcək ki, diri qalaq. Onlar da bizi öldürürlər ki, diri qalarlar. 100 ildir onlar bizim qətli amımıza çalışırlar və biz qətli am ruhiyyəsində yaşırıq. Amma biz də onlarla savaşmağa məcburuq. Deyir, belə bir yer ki, oranı ölümün qorxusundan, amma heç çarəz yoxdur ölməkdən sonra, ya öləcəyəm, ya öldürəcəyəm. Bu vəziyyətdəsiz. Deyir ki, bu yerdə, bu yerin adını deyirlər, ölüm yağan yer. Li Şuan adında biri də deyibdir ki, vəqti Kohistan Tərpiş, rudxanə در پشت سر قرار دارد. Mən misalını indi vurdum. Alparslanın üçün. Ya hər kəs. Deyir ki, əgər dağ qabağınızdadır, çay da arxazda. İkisinin arasındasınız. Çayı geçmişsiniz, suyu geçmişsiniz. Qabaqda gedirsiniz, amma dağlıqdır. Gedirsiniz, o dağlığı geçəsiniz.
Gedəsiz düşmənə tərəf. Və ləşkər dərbeyni indi o mütəqəbbə qefmandır. Dağla suyun arasında ləşkər ordu dayanıbdır. Və zəxirə qəzayeş bir payan rəsidi. Yemağı da qutarıbdır. Yanınca gətirdiyi cirə. Zəxirə qəzayı cirədir. Cirəsi də qutarıbdır. Behter əz səriyən dəst bir əməl bezənər. Bu zamanda deyir ki, ən yaxşısı budur ki, sürətlə, hızlı, fori də deməyək. Buna biz deyirik ki, qıvraq əmələ girə, işə girə. Dərincə dəf'ul vaxt xətərli. Bu da vaxtı hədərə verməyin. Geçin, sürətlə geçin, çünki dağı geçməsəz, düşmən sizi o dağda vura bilər. Vaxtı geçirməyin. Əlbəttə, bilsəz ki, düşmən orada yatıb girməyəcəksiniz. Amma bilsəz ki, düşmən hələ gəlməkdir, fori geçin, çünki düşmən hər an gələ bilər. Binabərin, miyquyəm ki, dər zəmini təfrəqi nə cəngid? Təfrəqi dedik ki, öz toprağımızdır ki, düşmən girib içəriyə, amma çox girməyib. Deyir ki, orada savaşmayın. Və dər zəmini mərzi və sərhədli təvəqqüf nəfəmir. O, sərhəddi topraklarında da dedik, mərzidədir, onlarda da durmayın. Geçin, gedin. Ve düşməni ki, zəmini kilidi rayı işğal kərdə həmlə nə konid? O, önəmli bir yeri ki, işğal eləyibdir, ona da həmlə eləməyin. Məsələn, şəhəri işğal eləyibsə, həmlə eləməyin. Çünki şəhəri od vurub aradan apara bilər. Ya məsələn, deyək ki, su mənbələrinə məsələn, həmlə eləməyin, partlada bilər. Səddi, türkçəsi bəndidir, bəndiləri partlada bilər. Bunlar çox önəmli bir şeydir. Məsələn, fikrin ki, siz Tehranda istəyəsiniz Tehrana zərəl vurasınız. 2 dənə Tehranın ətrafında sədd var, bənd var. Biri Lətyandır, biri də Kərəc. Kərəci qırsaq, türklər, Kərəcdə olan türklərin yarısından çoxu ölər. Amma düşmən bizi bir moqeyə qalsa, sındırar olar. Lətyanı qırsaq, susuz qalar Tehranın yarısından çox. Yəni, bunlar strateji, bunlar hamısı mühasibə eləmir. Çünki hətta o şəhəri alandan sonra da o şəhər su istəyəcək sizdən. در زمین ارتباط مواظب باشید تا اجزای آرایش nizami şuma به هم نخوره. O yerdə dedik ki, irtibat verir bir-birimizə, iki tərəfi bir-birinə bağlır. O cür bir yerdə də muvazib olun ki, sizin nizami arayışınız bir-birinə dəyməsin. Yəni, hərdənbil olmasın, qarma-qarışıq olmasın ordu. Ordu gərək nəzmin qoruya bilər. Keçdik 38-ci səfərlə davam veririk. در زمین تقارب و همگرایی با دولت‌های همسایه متحد şəvid. Qonşularınızla hədləşdirək, məhdud olduğunuz yerdə, qonşularınızla olduğunuz torpaqlarda o qonşularınızla dostluq edin. Müttəhid olmaq dost olmaqdır türkçəsi. Əlbəttə müttəfiq də işlədirlər, müttəhid də işlədirlər. Bunlar şeydir, ərəbcə sözdür. Amma dost türkçəsidir, dost olun. Və در زمین عمیق دست به غارت بزنید. Deyir, əgər zəmin əmiq, yəni düşmənin içine çox getdin ha, şəhərlərin olduğun qaldı arxada. Deyir, orada eləyə bilərsiniz ki, düşməni qarət də eləyəsiniz. Əlbəttə qədim bu da, indi qarət eləsən, indi da dünya sənə gülər və şeylər. Amma qətən bu Türk-Fars savaşı və Cumhuri İslami İran və o birisi millətlər, yəni Farslar və o birisi millətlərin savaşı qətən qarətə gedəcək. Yəni Farslar əcibə qarət olacaqlar. Karxanaları, şirkətləri, bahları, evləri qarət olacaq. Yəni mən bunu görürəm gözümlə. Çünki milləti bura aparırlar. Millət o qədər acıyıbdır ki, demir ki, məsələn, bu mallarını bu gün 2 malla vurublar da, öldürüblər. Məşəddə İmam Rızanın qəbrinin yanında 2 dənə mallarını, ya 3 dənə mallarını bıçaqla bıçaqlayıblar, öldürüblər. Bunun mənası bu deyil ki, bunlar, axı o mallarını sən tanırsan, bilirsən ki, məsələn, bu rəisdir. Bilirsən ki, bu filan idarənin rəisidir, ittilatın rəisidir, bəsicin rəisidir, haranın rəisidir. O mallar ki, gəlib burada gedir, küçədə gedir, ha, maşına durubdu, taksi minir. O səndən də bədbəxtdir. Çünki o fəqət paltarı giyibdi. O rejimin əlində olsaydı, bir dənə maşını olardı, 4 dənə mühafizə olardı, aparardılar, gətirirlər, sən ona yaxınlaşa bilməzdin. Amma sən o qədər bu millətdə nifaq, o qədər kin, kudurət yaradıblar ki, o molluya da ki, özündən də hətta zəifdir, onu həmlə edir. Çünki onun nəzərində əlin üstə çatmır, əşanı vuracaq.
در زمین دشوار گام ها را تند کنید. O çətin dediyimiz torpaqlarda sürətlə gedin, hızlı, qıvraq gedin. Türkçe bizim Qəradağda qıvraqca gedin. Və در زمین محصور دست به hilə های cəngi بزنید. O dövrəsi tutulan yerlərdə dedik, orada hilədən isə, əlbəttə savaş koldən hilə üstündə. Strateji dediğin şey dünyada hilədən ibarətdir. Strateji, iqtisadi strateji, şirkətlərin strateji, dövlətlərin stratejisi, ordu strateji, hamısı hilədən ibarətdir. Və در زمین مرگبار بجنگید. O dedik İspaniya gedəndə də زمین مرگبار, ölümcül yerdə, ölümcül, mercibar bizdə ölümcül. Ölümcül yerlərdə də savaşın, ölümünə savaşın. Güney Azərbaycan ölümcül vəziyyətdədir. در زمین تفرقه از لشکر دسته به هم پیوسته مصمم میسازم. Bir şey deyibdi ki, mən əgər düşmən girib mənim torpağıma, ya mən girmişəm onun torpağına, təfrəqə dedik burada da, bu cür bir yerdə deyir ki, neyini? Öz ordunuzdan kiçik dəstələr düzəldin, amma bunları ürəkli, müsəmməm yəni ürəkli. Türkçəsi ürəkli, müsəmməmin şeyi ürəklidir, ürəkli. Ürəkli bir qruplar düzəldi. در زمین سرحد مرزdə, sınır torpaqlarında نیروهایم را دقیقاً با یکدیگر مربوط نگه می‌دارم. Sınırda öz güclərimi, ordumun dəstə güclərin, tiplərin, ləşkərlərin bir-birinə bağlı saxlayacağam. Bir-birlərinə daimən xəbərləri olsun. Mei Paoşen, Mei Yaoşen beləsi bir adı var. Gördüm ki, Pao yaraşmır Çinliyə çox, Paoşen yaraşmır. Yəni ona görə gördüm Yao yazıbdır. Ve hengam hərəkət vahidهای müxtəlif با yekdilər در ارتباطdır. O zaman ki hərəkət edirsiniz, indi şəhər içində yox, biz istiyoruz ki paslarlarla, bəsicilərlə, polislə, zedişurişlə, ittilaatla savaşaq. Burada nə edəcəyik? Ve hengam hərəkət vahidهای müxtəlif با yekdilər در ارتباطdır. Biz bir-birimizdən əlaqədə olacağıq. و در هنگام توقف o zaman da ki dururuq, orduha və qərargahهای müstəhkəm به yekdigər mərbutən. O ordular ki düzəltmişik, harda oturacaq, istirahət eləyəcək gözləyir, onlar da bir-birlərinə bağlı olurlar. Keçənki dərslərdə dedi ki 50 deyək ki metrdən yaxın olmayacaqlar, 100 metrdən uzaq olmayacaqlar. Çünki gərək bir-birlərini görə bilir. Qədim belə idi. Amma indi bilirsiniz, məsələn müxtəlif alət, ədəvat vardı ki, onlarla bir-birlərinə danışırlar. O cümlədən məsələn bisimdir, telgrafdır, mahvarədir filan. در زمین کلیدی عقبداران را به شتاب وامی دارم. O kilidi yer dedi var ha, çox önəmli yer. Deyir orada da daldan gələn güclərə deyirəm ki, sürətlə gəlin, əcələ edin. Şitab əcələ. Əcələ. Əcələ edin. Fikirəm əcələ türkçə sözdür. Bilmirəm deyil. Sözcülərimiz bilirlər. معنی این بنده آن است که اگر دشمن با اطمینان به برتری عددی خود در صدد به دست آوردن چنین زمینی براید و با من به نزاع برخیزد برای عقب راندن وی نیروی فراوان به کار میبرم. Deyir budur ki, əgər düşmən deyək ki, mənim adamım çoxdur, o da hələ gəlməyib da, bilmir, gördüğün görür. Deyir ki, düşmən istər ki, belə bir yeri bizim əlimizdən alsın ki, biz işğal eləmişik. Onda daldakı gələn güclər deyin ki, hızlı, qıvraq gəlsinlər, bizə yetişsinlər ki, düşmən eləyə bilməsin. Nəfərat bireylərinin çoxuna əsasən bizə həmlə eləsin. Getdik o birisi səhifəyə 139-a. شنگ پا deyibdi. کسی گفته است که این عبارت به معنی پس از دشمن عزیمت کردن و قبل از وی رسیدن است. Bir nəfər beləsi deyibdi. Kəsi deyibdi. Bir də strateji belə deyib ki, düşməndən sonra hərəkət edin. Yəni düşmən əvvəl hərəkət edir. Siz ondan sonra hərəkət edin o yeri almağa. Amma siz ondan tez oraya yetişin. Yəni ki, düşmən deyəcək ki, siz gəlmirsiniz. Amma siz sonra düşməndən sonra o qədər qıvraq gedəcəksiniz ki, ondan tez yetişəcəksiniz, oranı alacaqsınız. Bu mühümdür. Sürət mühümdür. Deyirlər ki, Moğollar sürət sahabə, yəni qıvraqlıq səbəbinə, nədənilə eləyə bilirlər ki, o yerləri ki, aldılar, alanlar. Fəqət qıvraqlıq. Calibdir, bunu ki, dedim, burada deyim. Deyir ki, Moğollar, mən İngilisi kitabda oxuyordum bunu, deyirdi ki, bu Moğollar buna görə ki, istirahət eləyib yemək yeməyələr, yanlarıcan ət götürürdülər, əti qoyurdular yəhərlə atın belinin arasına. Yəni, yəhərin altına qoyurdular, amma atın dərisinə yapışırdı.
Deyir ki, bunun üstündəki sürüləri at da tərrirdi, bunlar da üstündə oturublar. Atın təri ilə bu gəlirdi bir o, məsələn, şoraba kimi bir şey olurdu, amma çiğ də olmurdu, bişmiş də olmurdu, bir şey olurdu vəsətdə. Atdan düşməsinlər deyə bunu götürürdü, əlini salırdı, ondan götürürdü, bunu dişlirdi, bunu çeynirdi, at durmasın deyə. Əlbəttə bilirsiniz də, yolda da atların dəyişirdilər. Məsələn, hər 30 kilometrdən bir atı dəyişirdi, ya 35 ya hər necə, ya 45 kilometrdən bir bu atı dəyişirdi, bir ayrı atı alırdı ki, hərəkətdə olsun. در زمین ارتباط به سیستم دفاعی خود توجه دقیق مبذول می‌دارم. O yerdə ki, dedik difai torpağı daha, irtibat torpağı, irtibat torpağı, ordular bir-birinə yap. Deyir, burada nə edəcəksən? Sistem, difa sistemin gücü olacaq. Çünki düşmən səni hər ləhzə həmlə eləyə bilər. Şəhərlərdə diqqət buyurun, biz dəqiqən bu vəziyyətdir. در زمین تقارب qonşularla olan yerdə və həmgərayı İttihadəm ra ba digərinə təqviyyət میکنم. Orada dostluğumuzu, birliğimizi. İttihad türkçəsi birlikdir, amma bu birlikdən daha gözəl dostluqdur. Dostluğumuzu gücləndirəcəyik. Dünyada deyirlər ki, dövlətlərin arasında dostluq olmaz, mənafi olar. Amma dostluq olmasa mənafi təmin olmaz. Düşmənçilik, bir düşmənçilik var, bir dostluq. Bəli, biz eləyə bilirik bir dənə millətinlə geçici dostluq olaq. Fəqət əsli məsləhətdən ötürü. Məsələn, əcəba biz Kürdləri, Şimaliləri önə gətirək, yoxsa Farsları? Bu iki dənə şeydir. Ya bunların üçünü eyni halda. Biz üç cibhədə savaşa bilmərik, heç dövlət savaşmaz. Biz məcburuq ki, bunların kiçik düşmənləri qoyaq qırağa, bunlara dostluq hələ eləyək. Gücümüzü qoyaq, əsli düşməni yıxaq, ondan xiyalımız rahat olandan sonra bu fərqi düşmənlərinə oturaq danışaq. Güc burada bəlləndirər. Yəni adam şimallı baxar deyər ki, olan Ərdəbil fəqət gəlsə mənim üstümə, mən yiyər şəhərimdə bir şey qalmaz. Azərbaycanın qabağında mən duranmaram. Gələk burada barışaq. Kürd donatay. Amma əgər üçü ilə birdən savaşsan, əvvəl istəsin Kürdünə ya Şimali ilə savaşan, Fars deyər ki, okey, mən bunları gücləndirim, Azərbaycanı öldürsünlər. Onların hər ikisində silah verərsə bizi zəiflədər. Amma biz əgər bunları əlimizdə saxlasaq, əvvəl Farsı vursaq, daha güclü olur. Ya bunları yanımızda çəksək, üçümüz bahəm Farsı vursaq. من متحدان قوی را با تقدیم اشیای قیمتی و ابریشم جلب میکنم. Qədim ipək, əbrişəm, ipək çox önəmli idi. Məsələn, bu günün deyək ki, təyyarasından önəmli idi. Çünki ən böyük teknoloji idi. Deyir ki, mən qonşularıma, dostçu istəyirəm bunlara hədiyyə verirəm. Yaxçı hədiyyələr verirəm bunlara, yaxçı ipək göndərirəm. Və az təriqə peymanhay rəsmi, yazılı, rəsmi yəni yazılı. Yazılı peyman yəni əhd-ü qərar. Barışıq. Yazılı barışıqlarla onlarla birləşərəm. Müttəhid mənim birləşərəm ya dostlaşarım. Qərardadlara dəqiqən müraat میکنم. O qərardadları ki, yazdığım imzada dəqiq icra elərəm. O da xilaf eləsə qulağını çəkərəm, özüm də qoymaram ki, xilaf eləyəm ki, o qulağımı çəksin. Və bedənha ehtiram میگذارم. Onlara ehtiram qoyaram və bedin tərtib müttəhidan mən müsəlləmən be məhkəməki xahən kər. Bu cürsə olanda müsəlləmən, yəni %100 mənim dostlarım, mənim ehtiyacım olan gün mənə köməklik edəcəkdir. در زمین جدی و خطرناک مواد غذایی را به طور دائم تامین خواهم کرد. Əgər getdik yerə çox ciddi və xətərnaşdır dedi haralardı. Deyir orada yemək saxlayacaq. Çünki azuqə qutarsa öldün. Dedi ki azuqəsiz bir yerdə şeydə xətərnaşdır. در زمین دشوار چند مرحله را یکجا طی می‌کنم. Çətin yerlər dedik dağlar, dərələr, meşələr, bataqlar, batlaqlar. Deyir bu cür yerdə də neçə mənzili sürətlə getməyə çalışıram. Yəni gecə-gündüz yatmaram ki, buranı keçim. Dağları, dərələri falanları geçim ki, burada qaldıqca çox ehtimal var adam ölsün. در زمین محصول راههای ورودی و خروجی را می‌بندم. Əgər bir yerə gedirik dedik dərədir, bir yerdir ki, bunun girəcəyi var, çıxacağı var, amma şeydir, dedik ki, bir tərəfdən girirsən, bir tərəfdən çıxırsan, genəşlikdir, amma yenə də bir genəşlik yerdən yenə bir dar yerə girirsən. Deyir bunu gərək adamlar göndərən, bunların hər iki tərəfini bağlayarlar. Üstlərinə adamlar qoyan ki, orada düşmən gəlsə üstdən vura bilməyər. در دکترین نظامی این نکته هست که وقتی نیرویی به محاصره نیروی دیگر میپردازد کافی
شکافی باز میگذارد تا به افراد محصور نشان دهد که راه فراری وجود دارد. Deyir ki, bu ordularda qəbul olunmuş bir yerdə. O zaman ki, bir güc, bir ayrı gücü şəhəri mühasir eləyir. Onları hər dörd tərəfin bağlamaz. Yəni, onlara bir nəfəs yolu qoyar ki, onlar oradan qaçsınlar. Biz buna nə mənə yolu deyirik? Oyunda pişik yolu deyərik. Bir pişik yolu qoyar ki, bunlar buradan qaçsınlar. Niyə? Bir düşmənə ümid verin. Qoy, o dedi ha ki, ölümcül yer. Ölümcül yer odur ki, bunun dövrəsini tutasız deyəsə qoymayacaq. Burada bir nəfər diri qaçsın. Onda burada olanlar ölümünə savaşacaqlar. Amma o zaman ki, sən buradan bir çıqqılı bir yer, heç olmasa açıq qoydun, buradan qaçan qaçsın, işində olmasın, qoy qaçsın. Dalısına da düşmə. Deyir, onda nə olacaq? Bu, buradan uzaqlaşacaq, buradan qaçacaqlar, savaşmayacaqlar. Sənin adamın ölməyəcək, təslim olacaqlar və qorxuna aparacaqlar düşmənə. Və der nəticə, əfrad məhsur təsmin be cəng ta sərhəddə mərg nəyirən, dedik bunu. Deyir ki, oradakı olan hesara düşənlər, yəni mühasir olanlar, pusuya düşənlər, təliyə düşənlər, məcbur, o açıq yol qoysan, məcbur olmayacaqlar, ölümünə savaşalar. Səpəs ba istifadə əzim vəziyyət anha ra mikubər. Sonra bu vəziyyətdən ki, onu açıq qoydu, onları vurar. Yəni bir yol açıq qoyar, sonra savaşa girər. Fərz konayım ki, mən در زمین محصول قرار داشتم. İndi belə fərz eləyək ki, mən bir torpaqdayam ki, ora bu cür bir vəziyyətdədir ki, hər yer dağdır, mən də bir 50 nəfərlə burada oturmuşam. Neynəməliyəm? اگر دشمن راهی باز کند تا در افراد من وسوسه قدم نهادن در آن را برانگیزد، من این راه را به ترتیبی میبندم که افسران و افرادم به نبرد تا سرحد مرگ مسلمان شود. Əgər düşmən yolu bağlaya, mən indi orada mühasirəyəm. Deyir, mən bir iş görərəm ki, adamlarımı elə düzərəm ki, adamlarım oradan çıxmasınlar. Yəni, düşmən qoyub buradakı bunlar vəsvəsə olsunlar, qaçsınlar. Deyir, amma mən adamlarımı bir cür düzərəm ki, adamlarım buradan çıxmasınlar və burada savaşsınlar. Amma ölümünə savaşsınlar. 140-cı səfəni oxuyaq, bir paragraf da oxuyayım, sonra buranı qutaraq. Fikir edirəm ki, vaxtimiz də çox az qalır. در زمین مرگبار نشان میدهم که برای زنده ماندن هیچ احتمالی وجود ندارد. Deyir, belə bir yerə düşdüm ki, ölümcül yerdir. Orada öz adamlarıma belə ilqa eləyəcəm ki, brainwash. Elə beyinləri yoxacam ki, savaşmaqdan sonra bir ayrı şansımız yoxdur. Ya savaşacağıq, öləcəyik, ya da onlar bizi öldürəcəklər. Gəlin savaşaq, öldürək. Gəlin bu cür eləyək. Təbiət sərbazan به گونه‌ای است که در محاصره مقاومت می‌کنند. Sərbazların, ordunun təbiəti belədir ki, doğu təbiətin türkçəsidir. Təbiət ərəbcədir. İnsanların doğusu belədir ki, mühasirədə olsalar, savaşarlar. وقتی هیچ راه حل دیگری وجود نداشته باشد تا سرحد مرگ. Əgər bir ayrı yolu, heç bir ayrı yol olmasa, fəqət ölümdür qabaqlarında, onda ölümünə qədər savaşarlar, öldürərlər ki, sonra əgər ölsək, ölək, ölməsək də qalaq. Onları öldür. Və der axərin rəmək Kurkurana itaat edir. Deyir ki, ən son güclərinin ən son qalan damlasına qədər də Kurkurana yeri sormadan, Farsçadır, çor-çorlarına olmaz. Kurkurana yəni soruşmadan, sorgu sual etmeden savaşanlar. تغییرات تاکتیکی ناظر به انواع نهگانه زمین امتیازات آرایش متمرکز و یا گسترده و اصول حاکم بر رفتار و کردار انسانی مسائلی هستند که مطالعه دقیق آنها بر عهده فرمانده است. Deyir ki, indi taktiklərimizi nə cür değişdirək? Bu torpaqların hərəsində olduğumuzda hangi taktiki götürək ki, düşmən eləyə bilməsin, bizi əlsin? Deyir, 9 dənə torpağa baxınca, ya bu 9 torpaqların üstünə baxaraq, düşmənə baxaraq, düşmənin durumuna baxaraq taktikləri seçər. Ha belə imtiyazat, onların gücü, yerləri hardadır düşmənin? Biz hardayıq. Arayiş nədir? Onlar, məsələn, təpədə adam qoyublar, dərənin əvvəlində qoyublar, axirində qoyublar, bunlara baxarıq. Və ya göstərdi, nə qədər bunlar hangi genişlikdə gücləri var, yayıblar. Usul hakim bər rəftar. Deyir, insanların da rəftarına diqqət edir. Rəvanşinasi, psikoloji. Deyir, psikolojilərinə də baxarıq. Fərq edilməz, bu ordudur. Bunların baxarıq, nədir bunlar rəftarı, davranarlar. Rəftar da farsca türkçəsi davranmaq. Nədir davranarlar, ona diqqət elərik.
Bunlar birlikdə məsələdir ki, bunlar fərmandehin məsuliyyətidir, bunlara diqqət eləsin. Ən son paragraf və bu səfəri qutaraq. در ایام قدیم خبرگان هنر جنگ مانع از پیوستن جلوداران و عقبداران دشمن به اردوگاه می شدند. Deyir, qədim savaşda çox ağıllı, təcrübəli, savadlı komandalar, fərmandehlər bir ordunu gördülər, bir ordu bir yerdədir. Onun biraz qabaqda gedib, onlar cılodar deyirlər, qabaqda gedənlər. Bir iddəsi dalda da hələ gəlirlər. Deyir ki, qədim savaşçılar gələndə qoymazlar. Onlar gəlsin, yetişsin, bunlar da qeydsinlər. Deyir, bunu qoymazdılar. Niye؟ در اردوگاه میشدن و نمیگذاشتن عناصر مهم و عناصر غیر مهم میان خود تعاون متقابل برقرار کنند. Deyir ki, qoymazdılar ki, mühüm, önəmli və önəmsiz ünsürlər, amillər bir-biri ilə əl-ələ verirlər. Taavun yəni bir-birinə köməklik edirlər. Yəni bəzi ünsürlər var ki, çox əhəmiyyəti yoxdur. Bəzi ünsürlərin də çox əhəmiyyəti var. Amma bunlar ikisi bir-birlərinə yetişəndə bir-birlərinə sadəcə köməklik eləməzlər. İndi elmdə buna deyirlər sinerji. Yəni məsələn mən 100 kilo götürə bilərəm, siz də 100 kilo götürə bilərsiniz. Amma biz ikimiz bir dənə maşın duranda 1 tonda, 2 tonda onu itələyə bilirik. Niyə? Nə sənin tək gücün satar, nə mənim. Amma bizim ikimiz gücü 200 kilo deyil, bəlkə 1000 kilo itəlir. Buna deyirlər sinerji. Bu ona görə deyir ki, o önəmli və önəmsiz amillər bir-birlərinə toqquşanda güc çoxalar. Qoymayın, bunlar bir-birinə gəlsinə. Deməyin, bu önəmsizdir. Yox, önəmlidir. Onun əlinə düşəndən sonra düşmənin əlinə düşəndə önəmli olacaqdır. Məsələn, deyim, yox, filan kəs önəmli deyil. O da düşmənin tərəfinə keçəndən sonra bir nəfər düşmənin tərəfinə keçdi. Və qruhhay nuxbə və qruhhay mütəd. Nuxbəni dünənləri məni elədik, dedik ki, seçilmişlər. Seçilmiş və seçilmişlər. Nuxbə, deyir, qruhhay nuxbə, yəni seçilmiş qruhları və orta qruplar, mütəvəssit orta qruplar, yəni çox da zəif də deyirlər, çox da nuxbə də deyirlər, seçilmiş də deyirlər. Amma ortada bir qrupdular, savaşçıdılar. Bunlar deyir ki, yari nümayənd və tərcühdə baxımı dəstan püştibaniyə do canibə dəst yazən. Deyir, bunlar bir-birlərinə şey eləsinlər, yaxınlaşsınlar, əlbir olsunlar, nuxbə ilə mütəvəssit. Və ha belə deyir ki, yuxarı dərəcələri əfsərlərlə, aşağı dərəcələri əfsərlər bir-birləri ilə əl-ələ versin işləsinlər, güclənərlər. Deməyək ki, məsələn, olmaz. Dostlar, 41-ci səfədə qoyduq qaldı. Ömür olsa yarın bu kitabı oxumağa davam edərik. Sağ olun, sağ qalın, görüşmək üzrə.